Salam dəyərli şagirdlər, mən Fes Akademinin İngilis dili müəllimi Aysiyə Çələbi. Bugün sizinlə 2 mart buraxılış imtahanına düşən sualların izahına baxacağıq. İlk olaraq qrammatika suallarına, sonra readingə, axırda isə listening suallarını izah edəcəm sizə. Ümid edirəm hamınız yaxşı yazmısınız, hamınız ürəyiniz istəyən kimi yazmısınız. Amma hər hansı bir probleminiz olubsa da, düşünməyin ki, bu sondur. Xeyr, növbəti imtahanlarınız var, blok imtahanınız var. Ona daha da yaxşı hazırlaşıb istədiyiniz nəticəyə çata bilərsiniz. Siz əlinizdən gələni etmişsiniz bu imtahana qədər. Yəni bu bir son deyil. Bunun bir davamı da var. Blok imtahanınız var. Orada da 2 şansınız olacaq. Ona görə çalışın ki, oradan bu nəticənizi daha da qaldıra biləsiniz. Başlayaq birinci sualların səviyyəsindən. Ümumiyyətcə suallar normal düşmüşdü. İngilis dili suallarını təbii ki, bəhs etsək. Qrammatika sualları normal idi. Yəni OTK-nın ilm variant testlərində belə bundan çətin suallar var idi. Dim səviyyəsində düşmüşdüm. Hətta deyərdim ki, dimin ilk 50, hər mövzudan ilk 50-yə qədər olan hissələrindən idi. Suallar o qədər çətin deyildi. Normal şəkildə hətta 2 ay, 3 ay bu imtahana hazırlaşmış bir tələbə belə bunu daha yaxşı yaza bilərdi. Sadəcə olaraq biraz orada təbii ki, həyəcanınızı qalib gəlmək, vaxtınızı düzgün bölmək lazım idi. Amma ki, nə etmisiniz, artıq etmisiniz. İndi biraz istirahət edin, ondan sonra artıq ikinci imtahanınız üçün başlayın bütün gücünüzlə hazırlaşmağa. Başlayaq 7-ci sualımızla. Deməli, 7-ci sualımızda bizdən deyir ki, düzgün sual cümləsini seçin. Yadınızdadırsa dünəndə mən sizə əvvəlki buraxılış videolarımda da demişəm ki, sual cümləsini görəndə, sizdən sual cümləsi istəyəndə ilk olaraq yadınıza düşür sual cümlə, xüsusi sual cümləsinin düsturu. Sizə demişdim ki, ya sizə tag question düşəcək, ya da xüsusi sual cümləsi düşəcək. Çünki çox vaxt xüsusi sual cümlələri düşür. Elə o da gəldi, düşdü. Ona görə həmişə bunun birinci düsturunu yazır ki, sual sözü, köməkçi feil, mübtəda xəbər yadınıza düşsün. O dəqiqədə variantlar çıxıb daha tez şəkildə neyniyəsiz cavaba çata biləsiniz. Məsələn, A variantı görürsünüz ki, how many slices of bread sizin sual sözünüzdür, amma you nəyinizdir? Mübtədanız. Amma mən burada nə yazmışım? Köməkçi feil. Deməli, neyniyəcəm? A-nı atacam. Sonra B variantında eyni qayda. Əsas feil gəlib. Mənə nə lazımdır? Köməkçi feil. Ona görə B-ni də atıram. C variantında birbaşa mübtəda gəlib. Olmaz. Sonra Y variantında yenə birbaşa feil gəlib. Olmaz. Yazmalıyam mən nə? Sual sözü, köməkçi feil, mübtəda xəbər. Ona görə nədir? D variantı tamamilə doğrudur. Sonra 8-ci sual. Ən rahat nədir bu? Zamandır. Mən demişdim ki, ya nə düşəcək? Zaman zərfinə görə sizə zamanı tapmaq düşəcək. Ya da nə edəcək? Sizə bağlayıcı verəcək. Ən çox istifadə olunan as soon as, if və yaxud da when bağlayıcısıdır. Bunlardan birini verəcək. Ona uyğun olaraq sizdən indiki zamandan gələcək zaman və yaxud da keçmişləri uzlaşdıracaqsınız. Burada da ago var. Hansı zaman zərfi? Keçmiş sadə zaman təbii ki. Deyirəm ki, dəvət olmuş qonaqlar 2 saat əvvəl gəlib çatdılar. Neyniyəcəm? Arrived götürəcəm. Sonra 9-da sinonimlərin cərgəsini istəyir bizdən. Lazy, tənbəl, intelligent, ağıllı. Bunlar sinonim deyil. Stupid, axmaq, brave, cəsur. Bunlar sinonim deyil. Fresh, deməli, təzə, təravətli, old, köhnə. Bunlar sinonim deyil. Bright, parlaq, dark, tünd, qaranlıq. Bunlar da sinonim deyil. Amma tiredlə exhausted nədir? Sinonimdir. Tired yorğundur. Exhausted də çox yorğun, əldən düşmüş, taqətsiz deməkdir. Sonra baxırıq digər sualımıza. Yəni 10-cu suala. 10-cu sualda artıq nədən danışır? Baxırıq, deməli, bu ən rahat bir şəkildə qaydaş feillərin əvəzliklərinə aid olan bir testdir. Neyinirsiniz qaydaş əvəzliklərində? İlk olaraq mübtədanın, subyektin, yəni şəxsin kəmiyyətinə görə gətirib ona bir dənə qaydaş əvəzliyi qoyursunuz. Children da 3-cü şəxsin cəmində olan nədir? Bir mübtədadır. Cəmdə olan bütün mübtədalarda mən Z ilə əvəz elədiyimdən onun da qaydaşı olacaq themselves. 11-ə baxırıq, tək isimləri istəyir bizdən. A variantı monkeys, Y variantı glasses, B variantı balls, D variantı tools cəmlədir. Götürəcəm nəyə? C variantını. 12-də nida cümləsini istəyir. Baxın, sizə dünənlərimdə mən nida cümlələri, sual cümlələri çox işlətdim. Baxırsınız ki, nida cümlələrindən söhbət gedir. Yadınızda qalsın ki, burada nida cümləsində mübtəda xəbər olmalıdır. Yəni, are day olmaz, xəbər önə keçə bilməz, səhvdir. How-dan sonra birbaşa Z article gəlməz, səhvdir. Sonra how-dan sonra sifət, sonra Z article isim gəlməlidir. 5 də səhvdir. Götürəcəm nəyə? 1-dən 4-ü, yəni D variantını. 13-ə bax. Deməli, davam edək 13-cü sualla. 13-cü sualda baxırıq ki, make up a sentence qaydasıdır. Birinci nə edirik? Birinci təbii ki, mübtəda xəbərinizi yanaşı gətiririk. Baxsaq ki, və yaxud da birləşmələri də yanaşı gətirə bilərsiniz. Məsəl üçün, arrive ilə in olacaq. Ona görə 4 ilə 1-i yanaşı gətirə bilərsiniz. Baxın, görün 4 bir hansı variantlarda yanaşdır.
D variantında deyil, B variantında deyil, C variantında deyil. Bu getdi. Sonra məsələn took a taxi-ni yanaşı saxlaya bilərsiniz. 7-3-ü məsələn bu da qalsın. Took a taxi desəz to the hotel olmalıdır. Yəni otelə getmək üçün, otel üçün taksi tutdu. Yəni belə olacaq. Ona görə axırda 8 də qoysaz elə variantınız Y olacaq. Bu daha rahat versiyasıdır. Amma belə də başlaya bilərsiniz ki, when Mr. Reed arrived in. Bax, Mr. Reed arrived in deməliyəm. Arrived-lə in neynədir? Mən birbaşa belə deyək ki, birləşmə kimi yanaşı saxladım. Çünki bilirəm ki, arrive to-la işlənməz. Burada da arrive-dən sonra bir dənə yer, məkan bildirən söz qalır in Brighton. Deməli 4-1 yanaşı işlənməlidir. Ona görə də cavabım olur Y variantı. Sonra biz bilirik ki, təkcə zirvələrlə heç nə işlətmirik, ona görə boş çoxluq qoyacağıq. On the island of-dur. Oflu birləşmənin tərkibsəsi Z artiklı gələcək. Highest sifətin üstünlüyüdür, qabağında Z olmalıdır. Cavabımız olacaq C variantı. 15-də kompleks objekt qaydasıdır. Askdan sonra necə gəlir? 3-cü qrup feili to-lu, götürəcəm B-ni. 16-da baxın, burada diqqətli olun. Bax, sizə demişəm ki, let-dir, cut-dır, put-dur. Bu kimi 3 formasında eyni cür dəyişən qaydası feilləri biz necə edirik? Əgər bizim mübtədamız təkdədirsə və onun sonunda S yoxsa, deməli keçmişdir. Bunun da o zaman olur köməkçi feilinə did. Və baxırsınız ki, sizə verilən cümlə təsdiqdir. Təsdiqsə mən naizən nə edirəm? So olan cümlədə zaten inkar olmaz. So özü təsdiqdən sonra gəlir. Özünün işləndiyi cümlə də təsdiq olmalıdır. Götürəcəm elə 1-3 A variantını. 17-də baxırıq. I can't go with you, I'm busy. Baxırıq ki, olza varsa bunlar bir-birinə sinonimdə çıxır, gedir bir-birindən. Sonra baxırıq ki, deyirəm ki, mən səninlə gələ bilmərəm. Niyə? Çünki mən məşğulam. Çünki sual ortaya çıxır, qoyuram D variantını. 18-də baxırıq, furniture təkdədir. Təkdə olan ismin xəbəri təkdə olar elə is. 19-a baxırıq ki, the kids get up early, they have no lessons today. Baxırsınız ki, have-in to-su yoxdur, avtomatik 3 səhvdir. Bunları çıxırsınız belə. Sonra nə edirsiniz? Sonra sizə demişəm ki, nə edirsiniz? Sinonimləri bir-birinə yığırsınız. İnkarları bir yerə, təsdiqləri bir yerə yığırsınız. 2 ilə 5 təsdiqdir, 1 ilə 4 inkardır, eləmi? Axı mənim 2-5 variantım yoxdur, heç götürəcəm 1-4-ü. Və yaxud tərcümə geçsəz də, deyir ki, uşaqlar erkən durmamalıdırlar. Çünki olan dərsləri yoxdur bu gün. Neyinlər erkən durub? Olacaq 1-4 cavabı. 20-yə baxırıq. Bilirik ki, good, to be good at-dir. Sizə müəllim bütün demək olar siz aldığım buraxılış videolarında bir dənə ən çox istifadə olunan prepositionlara salmışdım. Onlardan biri də to be good at. Dedim ya to be good at düşəcək, ya to be interested in düşəcək, depend on, rely on. Ya da ki take an exam in hansısa fəndən imtahan vermək. Bunlardan biri düşür to be good at-lə işlənə götürürsə elə C variantına. Sonra 21-də verilən passive voice məchul növü ya nəqli cümlə şəklində verir ki, onu məchula çevir. Ya da neyiniyər? Deyir ki, sual cümləsi verir, onu deyir məchula çevir. Eyni şeydir, heç bir fərqlilik yoxdur. Sual sözünü gətirirsiniz, sonra to be-nin zamana görə formasını gətirirsiniz. Nədir bu? Did olduğuna görə nə qoymalıyım? Were qoymalıyım. D variantına amma nəyə gəlib? Birbaşa mübtəda gəlib, səhvdir. Sonra nə etməliyəm? Məlumun tamamlığını gətirib qoymalıyım. Yəni the interest in exam-i. Ona görə C-ni də çıxacağam. B-ni də çıxacam. Qalır mənə A-na Y variantı. Zaten biz bilirik ki, were-lə bin işlənməz. Qalır nə? Y variantı. Eyni şeydir. Sonra cümlədə zən olanda qoyuruq müqayisə dərəcəsini. Y-ni, D-ni, C-ni atırıq. More-la da, R-ilə da gəlməz. Götürəcəm A-nı. İndi baxaq bizim burada deməli mətnimizə. Mətni mən sizin üçün daha rahat şəkildə olsun deyə elə suallarını mətnin içərisində göstərəcəm ki, necə tapmaq daha rahat olar sizə. Başlayaq elə 23-cü sualdan. 23-cü sualımız nədir? Deyir ki, what's the good festival? Yəni bu festival nədir? Baxaq görə o festivalın adı çəkilən yer hardadır? Baxın, this complex hosts a cultural event which is called the Good Festival. It takes place every year. Every year nədir? Hər il deməkdir. And lasts for 3 days inside the complex. Which takes along with the... İndi baxaq görək buna aid sözlərə. It's a cultural event that takes place annually. Annually elə every year deməkdir. Yəni hər il deyir, baş verən mədəni hadisədir. Elə bir düzdür. Sonra baxırıq nəyə? Baxırıq ki, it's a traditional event dedicated to the victory of Delhi Kingdom. Deyir ki, yəni Delhi krallığının qələbəsinə həsr olunmuş ənənəvi hadisədir. Baxaq görək elə imişmi, yoxsa deyilmi? Baxaq. Deməli, the event witnesses a huge success along with performances given by various singers, musicians and dancers. Baxın, diqqətli olun. Orada demir ki, nə idi bu
baxın, deyir ki, bu hadisə şahidlik edir nəyə? Müxtəlif müğənnilər, musiqiçilər və rəqqasələr tərəfindən göstərilən ifalara, tamaşalara ilə deməli olan böyük bir uğura şahidlik edir. Demir ki, Delhi krallığının qələbəsinə həsr olunub. Belə bir şey deyilmir deyə bu səhvdir. It's a festival where various singers and dancers gives performances. Düzdür bu. Yəni elə indi oxuduğum cümlədir də. Deyir ki, bu festivalda müxtəlif müğənnilər və rəqqasələr nə edirlər? Tamaşalar, ifalar göstərirlər. Düzdür. Yəni 1-3-ümüz doğru cavabdır. Y variantı. 4-də isə deyir ki, it's a festival celebrating the monument's modern history. Bu deyir abidənin müasir tarixini göstərən, onu yəni qeyd edən festivaldır. Əksinə Qütb minar nə vaxt tikilibdir? 1200-cü illərdə tikilibdir. Bu necə? Yeni tarixi olsun, müasir tarixi olsun. Əksinə past history, ancient history falan olmalı, old history olmalıdır. Yəni belə bir şey olmaz. Ona görə cavabımız 1-3 olacaq. Sonra baxaq 24-də deyir ki, mətn haqqında nə doğrudur? Baxaq, demək, A variantı. From the balconies of the Qutb Minar, people are invited to pray. Deməli, insanlar deyir ki, yəni dua etmək üçün dəvət olunurdular. Baxaq görək həmin cümləmiz varmı? Baxın, as a minaret, the Qutb Minar has balconies from which the people are called to pray 5 times a day. Baxın görün, elə bu cümləmiz nə var? Olduğu kimi burada var. Deməli doğrudur. A variantıdır elə cavabımız. Digərlərinin təbii ki, səhvlərinə baxmaq lazımdır. Deməli deyir ki, yazda keçilir, springdə keçilir. Baxaq görək o sözümüz varmı cümlədə? Deməli, baxaq. İldə 3 dəfə keçirilməyi deyilir bunu. Daha doğrusu ildə hər il keçirilib 3 gün davam etməyə deyilir və noyabrdan dekabra qədər. Noyabr, dekabr axı yaz deyil. Ona görə bu səhvdir. Sonra deyir ki, bu Qütb Minar kompleksi xarici idarəçilər, hökmdarlar tərəfindən yenidən tikilib, amma burada yerlə deyir. Baxın, rebuilt and repaired by local rulers deyir. Ona görə baxın, bu da səhvdir. Foreign yox, local olmalıydı. 1993-cü ildə UNESCO tərəfindən tikilib, tikilməyib. 2200-cü illərdə tikilib bu. Ona görə bu da səhvdir. Y variantı deyir ki, onun tikilməsinə əsasən taxtadan istifadə olunub. Əslində sandstone-dan istifadə olunub. Baxın burada. It's largely made of red sandstone. Bax, ona görə bu da səhvdir. Elə cavabımız olacaq A variantı. 25-ci sual deyir ki, mətnimiz nə haqqındadır? Mətnimiz demişik ki, nə haqqındadır sualı? Həm listeningdə, həm readingdə. Ya ilk, deməli, 2 cümlədə, ya da axırıncı cümlədə olan bir şey haqqında olacaq. İndi baxaq görə bu sözlərdən, verilən sözlərdən hansı bizim mətnimizin ilk 2 cümləsində və yaxud sonraki ən axırıncı cümləsində istifadə olunubdur. Baxırsınız elə an important landmark of India. Baxın, elə cavabımız burada var. Important da significant deməkdir, düzdür. 26-da deyir ki, Qütb minarı deməli başlayan cümləni tamamlamaq lazımdır. Is a complex which hosts a festival lasting for a week. Yəni bir həftə deyir davam edən festivala rəhbərlik edən kompleksi bir həftə yox 3 gün davam edir. Ona görə bu səhvdir. 3 days olsaydı götürə bilərdik. Ona görə səhvdir. Sonra B-də deyir ki, was considered one of the lowest minor. Lowest deyil, highest əslində, tallest. Bax, burada yazıb da ən hündür. Bu səhvdir. Low aşağı deməkdir. Was damaged by natural disasters in the past. Yəni keçmişdə təbii fəlakətlər tərəfindən dağılıb, düzdür. Orada earthquake var. Baxın, Qütb Minar was damaged by lightning and earthquakes in the Middle Age. Düzdür bu, C variantı. D-də deyir ki, is a monument built of black sandstone. Black yox, red olmalıdır. Burada da sizə deməli bayaq işarələdim. Sonra Y variantı ki, is not recognized as an important monument in India. Onda bizim axırıncı cümləmiz səhv çıxır axı. Not yox, elə is olmalıydı, inkarsız. Ona görə cavabımız olacaq C variantı. 27-ci sualda deyir ki, image sözünü nə yaxın olan, yəni onun sinonimi olan paragraf, 3-cü paragrafdan söz tapmalıyıq. Baxaq görək, demək 3-cü paragrafda huge sözü olmalıdır. Demək huge success, burada huge olmalıdır. 28-də deyir ki, 1-ci paragrafdan verilən definitiona uyğun gələn sözü tapın. To fix something that's broken, damaged or torn. Yəni qırılmış, zərər vurmuş, hər hansı bir şeyi neyləmək, düzəltmək. Repair'dir bu, təmir etmək. Sonra rebuild deyənlər var, o yenidən tikmək deməkdir. Amma fix ilə elə repair sözləri nədir? Sinonimdirlər də.
29-da The writings on the Qutb Minar describe a historical event. Baxaq görə bu cümləmiz hardadır? Bununla bizi tamamlamaq istəyir. Deməli, baxın elə ikinci paraqrafımızın işarələdiyimdən əvvəlki, deməli, buradakı cümləsidir. Baxın, buradan başlayır. Deməli, yazıb ki, deməli, Qutb Minar abidəsinin üzərində olan yazılar tarixi hadisəni nümayiş edir, describe edir. Siz describe-in yerinə məsələn demonstrate yaza bilərdiniz, təsvir edir, yəni nümayiş etdirir, göstərir mənası. Show da yazmaq olardı. Historical event which shows how the Delhi Kingdom defeated its enemies. Düşmənlərini yenə necə məğlub etdiyini göstərir. Elə bir dəfəlik yaza bilərdiniz. Describe how the kingdom Delhi Kingdom defeated its enemies. Burada eventin yerinə accident yazmaq olar. Describe-in yerinə dediyim kimi demonstrate yazmaq olar və ya show-nun yerinə demonstrate yaza bilərdiniz. Bu formada demək olar. Başqa formada yazmısınızsa, əgər rəy bölməsini qeyd edə bilərsiniz, yoxlaya bilərəm. Ola bilər də, yəni sizin o anda ağlınıza başqa forma gələr, başqa cümlə yazarsınız, cümlənin ümumiyyətcə dəyişərsiniz. Baxaq, əgər mənası düz çıxırsa, uyğun gələr. 30-da da deyir ki, bu sizin yəni öz ideyalarınıza əsaslanan bir deməli sualdır. 30-cu sualımız deyir ki, answer the questions by expressing your opinion, yəni öz şəxsi fikrinizi ifadə edən suala ifadə etməklə suala cavab verin. Ən azı 3 cümlə yazmaq lazımdır. What can we learn from historical monuments? Deyir ki, biz tarixi abidələrdən nə öyrənə bilərik? Birinci yaza bilərsiniz ki, historical monuments are the most important things in məsələn in one country's history, nə bilim, life. Yəni bir ölkənin tarixində vacibdir də bu tarixi abidələr. Biz bunlardan keçmişimizi öyrənirik, keçmiş adət-ənənələrimizi, sonra dövlətlərimizi belə yaza bilərdiniz və yaxud elə bizim öz tarixi abidələrimizin biri haqqında yaza bilərdiniz ki, məsələn biz bu tarixi abidədən nə öyrənmişik? Məsələn, ən rahatı Maiden Tower yaza bilərsiniz, Qız Qalası, Qobustanın qayaüstü rəsmlərindən yaza bilərsiniz. Ola bilər, bunların hamısı neynə bilər? Yazıla bilər. Əsas odur ki, düzgün bir şəkildə mübtəda xəbər uzlaşmasına, zamanlarınıza diqqət edəsiniz. İndi gedək, baxaq nəyə? Listening-ə. İndi dinləmə suallarına baxırıq. Dinləməni sizin üçün bir dəfə qoşum. Rey bölməsində bunun yazılı versiyasında paylaşacağım. Əgər lazım olsa baxarsınız. İlk olaraq deməli qoşum listeningi bir də qulaq asın. Anna Julia Kruger was a writer, teacher, and activist who strongly advocated for education. She was the daughter of an enslaved black woman and despite growing up in poverty, managed to pursue an education. After the death of her husband, she earned her master's degree in the 1990s. During 1890s, Kruger became actively involved in the Black Women's Collab movement, which aimed to educate and empower Black women. Members of this movement viewed education as a fundamental part of African American women's identity. Around this time, Kruger gained recognition as a powerful speaker and published her first book, The Voice from the Sky. This work, originally titled Education for Women, emphasized the importance of education for African American women in the fight for equality. Her book garnered national attention, leading to a series of lectures across the country. In her speeches, she focused on education, civil rights, and the rights of Black women. The Voice from the Sky is regarded as the first written book on Black feminism, and Kruger is widely celebrated as the mother of Black feminism. Belə. İndi gəlin baxaq suallarımıza. Deməli, birinci sualda deyir ki, mətnə görə nə doğru idi? Deməli, Cooper was both a writer and teacher. Yadınızdadırsa orada dedi elə. Deməli,
She was a writer, teacher and activist. Ona görə biz elə A-nı düz götürəcəyik. B-də deyir ki, Anna's lectures were about mathematics. Yox. Onun o mühazirələri riyaziyyat haqqında deyildi. Onun mühazirələri deməli bu qadınlar üçün, yəni Afrikan, Amerikan qadınlar üçün belə deyək, equality, yəni bərabərlik haqqında idi. Education xüsusi təhsil sahəsində olan qadınların, yəni qadınlar üçün olan bərabərlik haqqında idi və o nə edirdi? Bu bərabərlik ideyasını, qadınların təhsil almasını, yəni bunu məqsədini qoymuşdu özünə. Ona görə B variantı səhvdir. C-də before yox, after her husband died. Yəni özünün yoldaşı rəhmətə gedəndən sonra, öləndən sonra nə etmişdi? Master degree almışdı. Ona görə C variantı səhvdir. D-də ki, Anna had master's degree in arts and literature. Bu da səhvdir. Yəni onun master degresi bu haqqda deyildi. O deməli deyildi. Anna Cooper was born into a rich family. Rich family anadan olmamışdı. Enslaved family anadan olmuşdu. Yəni kasıb ailədə anadan olmuşdular. Sonra 2-də deyir ki, mətn nə haqqındadır? Elə mətn The Black Activist Woman haqqında idi. Yəni sadəcə də bunu düz götürəcəksiniz. Elə demişəm ki, sizə listening sualları ya ilk iki cümlədə deyilir, cavabı mətni haqqında isə ya da son cümlədə deyilir. Orada da deyir də ki, Kruger was a writer, teacher and black activist who strongly advocated for education. Elə oradan da yadınızda qalır ki, A variantı düzgündür. 3-də deyir ki, Anna published her book A Voice from the South. Sonra 3-cü sualda deyir ki, Anna published her book A Voice from South, yəni cənubdan olan səs kitabını nəşr etdirdi. Yəni bizə əslində burada nə lazımdır? Həmin kitabda nəyin bəhs edildiyini bilmək. Biz də orada eşitdik ki, she emphasized the importance of education for African American women in the fight for education. Yəni o nə etmişdi? O həmin Afrika qadınları üçün olan savaşında belə deyək, təhsilin bərabərliyini vurğulamışdı. Yəni olacaq to call for equal education for women. 4-də deyir ki, who were the members of the Black Women's Club? Həmin onun yaratdığı o klubun, yəni üzvləri kimlər idi? Orada da dedi ki, deməli dəqiq bir şəkildə desək, members of this movement viewed education as a fundamental part of African American women's identity. Yəni elə burada black women olacaq. Yəni qaradərli qadınlardan ibarət idi. Başqa burada ona aid olan bir şey yoxdur. Sonra 5-də deyir ki, despite the poverty, Anna, deməli bu belə deyək ki, kasıblığa baxmayaraq Anna neynədir? O orada qeyd edilmişdir ki, despite growing up in a poverty, she managed to pursue an education. Yəni o təhsil she managed to pursue an education. Bunu belə tam yaza bilərsiniz. İndi Annanı verib biz burada she-ni yazmayacağıq. Cümləni sizin üçün yazsam, baxarsınız görə elə düz yazmısınızmı bu formada? Anna managed to pursue in education. Bax, bu formada olmalıdır. Və 6-da bizdən attention sözünü təsvir edən sifət istəyir. O da lap axırlara doğru deyilmişdi. National attention olmalıdır. Her book gathered national attention. Bu formada. National sözü olmalıdır. Belə. Ümid edirəm ki, düzləriniz çox olar. İstədiyiniz balı toplayarsınız. Biraz arada deməli çox belə şey danışmışamsa həyəcanıma verin bunu. Çünki mənim də şagirdlərim imtahan veribdir. Ümid edirəm hamınızın ürəyiniz üçün nəticəniz yəni olar. Əgər hər hansı bir problemdən dolayı yaza bilməmişsinizsə də bunu yəni özünüz üçün yenə deyirəm motivasiyadan salmayın özünüzü. İkinci imtahan şansınız var. Hətta blokun 3-cü imtahanınız da var. Yəni 3 imtahan verəcəksiniz. Birini vermisiniz, ikisi qalıb. Yəni hər iki şansa özünüzü daha yaxşı hazırlayıb toplaya bilərsiniz. Bal narahat olmayın. Yəni qarşıda 400 ballıq şansınız var. Yəni onlardan istədiyiniz qədər toplamanız üçün bu nəticəni sizə qane etməsə belə çalışın oradan istədiyiniz nəticəni toplayasınız və həm də nə edəsiniz? Yaxşı bir şəkildə istədiyiniz universitetə qəbul olasınız. Hər birinizə uğurlar arzulayıram. Görüşərik.